Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə yeni Yasamalda qanuni 2 otaqlı, yaxşı təmir olan bir mənzil təqdim edəcəm. Mənzilimizin qarşısı açıqdır. Görürsünüz, 286 nömrəli məktəbin arxasında yerləşir mənzilimiz. Məktəb, bağça, hər biri mənzilin, binanın yaxınlığındadır əziz izləyicilər. Mənzilimizin bir otağıdır. Buradan sizə eyvanı göstərim əziz izləyicilər. Bura mənzilimizin eyvan hissəsidir. Mənzilimiz 12 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Qanuni 2 otaqlı mənzildir. Ümumi sahəsi 70 kvadratdır mənzilin. Boydan boya belə bir qardırobumuz da var. Giriş qapısıdır. Mənzilimizin sanitar qovşağı və sanuzeli bir yerdədir əziz izləyicilər. Görürsünüz, duş kabininə qədər yığılıb hər biri. Keçək mənzilimizin digər hissələrini təqdim edim sizə. Bura mənzilimizin qardırob yeridir. Əlavə sanitar qovşağı kimi də istifadə edə bilərsiniz. Mənzilimiz kubçalıdır, dövlət ipotekasına tam yararlı mənzildir. Qaz su işıq daimidir mənzildə, istilik sistemi kombidir. Dəhliz boyu getdikdə bura mənzilin mətbəx hissəsi, bura isə mənzilimizin yataq otağıdır əziz izləyicilər. Görürsünüz, gün düşən bir mənzildir. Burada dolablarımız yerləşdirilib. Mətbəx aksesuarları hər biri quraşdırılıb təhvil veriləcək. Mənzildə çox az yaşayış olub. Buradan da mənzilin eyvana çıxışı var. İstilik sistemi kombidir, qaz su işıq daimidir, sənəd kubçadır, 12 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir, 70 kvadrat ümumi sahəsidir. Mənzilimizin qiymətlə bağlı səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.